Sual belədir, əziz ata. Soruşmaq istəyirəm ki, Hud surəsinin 7-ci ayəsində deyilən, onun ərşi suyun üzərindədir. Nə deməkdir? Su burada nəyi ifadə edir? Allah Quranda öz ərşini suyun üzərində qurduğunu bildirir. Maraqlı bir məqam da odur ki, rəvayətlərdə iblisin də öz taxtını suyun üzərində qurduğu deyilir. Bu isə tamamilə məntiqlidir. Çünki burada suyun mənası elm deməkdir. Yəni Allahın hakimiyyəti, qüdrəti onun elminə əsaslanır. O, ərşini elmin üzərində qurur. Eyni şey iblis üçün də keçərlidir. Onun ərşi də elmin üzərində qurulmuşdur. Çünki o, çox elmli bir mələk idi. Adəmə səzdə etməyi rədd etdikdən sonra Allahın Subhanahu və Teala mərhəmətindən qovulsa da, əvvəllər o çox elmli idi.